Salam aleyküm əziz topuqçular. Yenə biz efirdəyik. Əlbəttə ki, Çempionlar Liqası, Avropa Liqası, Konferans Liqası varsa, deməli biz də varıq, gəlmişik öz təxminlərimizi, öz analizlərimizi sizlərlə bölüşək. Yenə də demək istəyirəm ki, ən birinci növbədə siz özünüzsüz. Yəni birinci öz intuisiyavıza, öz analizlərinizə inanın və bizim verdiyimiz təxminlərlə də yan-yana qoyun. Nə məsləhət olarsa, nə olarsa onu da edin. Çünki sabah əgər təxminləriniz gəlməyəcəksə, heç kimi günahlandırmayın. Burada birinci növbədə elə siz özünüzsüz. Və əgər siz bundan əlavə hələ də mərc edirsinizsə, bunu 100% VB Topazda edin. Dostlar, VB Topazda bonus şərtləri dəyişildi. Əvvəllər həftəlik minimum 1000 AZN dövrəyə edənlər qazana bilirdi, amma artıq sizlərin rahatlığı üçün limit şərti aradan qalxdı. Yəni həftə ərzində 1000 manatdan daha aşağı dövrəsi olanlar da artıq bizdən bonus ala biləcəklər. Necə? Çox sadə. Sadəcə həftə ərzində voucher aldıqda 244 751 kodunu seçirsiniz, sonra www.pay seçirsiniz və ikinci günlər 0 10 100 12 34 yazaraq müraciət etməyi unutmayın. Bonusunuz hesablanıb 24 saat ərzində ödənəcək. Daha ətraflı 724 nömrəyə yazaraq məlumat ala bilərsiniz. Unutmayın, mərcin leqalı ən gözəldir, üstəlik bonuslarla. Bəli, deməli günümüzün əsas oyunu PSG Bavariya oyunudur. Son oyunlarda, liqalarda PSG də artıq qələbəsini qazandı, Bavariya da qələbəsini qazandı. Yəni komandalar qələbə hissinə yaxın komandalardır. Çox dostlarımla soruşdum ki, PSG Bavariyanın axırı nə olacaq? Çünki dostlarım da bilir ki, mən Çempionlar Liqası başlayandan Bavariyanı favorit görürəm və Bavariyanı çempion görürəm. Amma PSG-nin də son oyunlarından belə birazdan elə bir büdrəməyə başlamışam ki, ola bilər ki, PSG Bavariyanı keçsin, amma Kompany'nin komandasının nə qədər də müdafiəsində zəiflik olsa da hücumu möhtəşəmdir. Ən əsas da Oliseyin ayağa açıldığına görə yenə də Bavariya inamını saxlayıram və bu oyunda risksiz bir təxmin eləmək istəyirəm ki, qonaq komandanın 1.5 üst topunu təxmin edirəm. Çünki inanıram ki, ən azından buraxsa da 2 dənə top vuracaq. Halbuki PSG nə qədər də taktik komanda olsa da Bavariya o hozu kimi Kane keçəcək üstündən. Qol-qollu oynadı oxşuyur, amma yenə də Neuerin o Delisov Neuer'i qaytarmaq həmişə polfinalda, daha doğrusu yarım finalda həmişə o Delisov Neuer'e çevrilir. Ona görə Neuerin bu gün qol buraxmaya da bilər, amma buraxa da bilər rahatçılıqla. Ona görə qol-qoldan biraz qorxduğuma görə Bavariyanın 1.5 üst təxminini edirəm. Növbəti günün oyunu əlbəttə ki, hamının ürək sıxıcı bir oyunudur. Atletico Madrid və Arsenal oyunudur. Burada da bilinmir, yəni ki, hamı yarı deyir ki, Atletico tapdalayacaq Arsenalı, hamı da deyir ki, Arteta artıq Premier Liqada da büdrədiyinə görə var gücünü qoyacaq Çempionlar Liqasına. Bu oyuna doğrudan da hamı alt və yaxud çox yüklənmə var ki, oyun darıxdırıcı keçəcək, amma mənə görə elə deyil. Çünki həm Simeone komandası, həm Arteta'nın komandası bu il çox iddialıdır. Həm də Simeone axırıncı ilidir, o istəyir ki, ən azından bir dənə də final oynasın. Çünki finala çıxsa Polnu çempion da ola bilər və Arteta da artıq Arsenal'la ikinci ildir ki, Premier Liqada çempion olmağa hazır olan vaxtı büdrüyür və Manchester City gəlir ona çatır. Amma yeganə şansdır ki, bu Atletico Madrid'i keçərək finalda öz istədiyi oyunu oynayıb çempion ola bilər. Ona görə bu oyunu mənə PSG Bavariya oyunundan daha maraqlı və daha gərgin olduğuna görə bu oyunu 3.5 üst görürəm. Nə qədər komandalarda bir-birindən qorxsalar da kim birinci topu vuracaqsa artıq belə tap qollar gözləyirəm birinci oyunda. Bu oyuna da elədiyim təxmin 3.5 üstüm. Növbəti gün oyunları isə UEFA Avropa Kubokudur və Braga Freiburg oyunudur. Yenə də bu topuğun başlanğıcında, yəni bir neçə veriliş bundan qabaq da Freiburg'un da favorit olduğunu düşünmüşdüm ki, yəni istəyərəm ki, Avropa Liqasının Freiburg uçsun, çünki çox əla komandadır. Amma Braga'nın Real Betis üzərində qazandığı qələbə, elədiyi comeback, göstərdiyi oyun fantastik oyun olduğu üçün bu komandanın qol vurmaq potensiallarını bilirəm. Amma Freiburg da mənim üçün bir potensiallı və güclü, fərqi yoxdur, evdə, qonaqda qollu, qələbəyə istəkli bir komanda olduğuna görə bura hər iki komandanın qol təxminini eləyirəm. Uğurlar Freiburg, məncə Braga'nın evindən bir topla, ən azından bir xalla qayıda biləcəksən. Növbəti isə əlbəttə Nottingham Forest, Aston Villa biraz
belə Premier Liqa oyunudur. Aston Villa da artıq 4-cü yerindən düşməyə hazırlaşır. Çünki arxasınca həm Liverpool, həm indi Chelsea də biraz vəziyyəti pis olduğuna görə digər komandalar da qalxırlar yuxarı yavaş-yavaş. Aston Villa'nın da yeganə şansı Avroliqanı udub Çempionlar Liqasını 100%lıq garantiləməkdir. Ona görə Nottingham Forest artıq aşağılardan qalxıb yuxarı artıq liqada qalmağını bəlkidib. Ona görə məncə Aston Villa daha inamlıdır və Aston Villa'nın Nottingham Forest'də qələbəsinə inanıram və qələbəsini təxmin edirəm. Çünki Aston Villa'nın bütün gücünü məncə Emery Avroliqaya qoyacaq və Aston Villa qonaq komandanın qələbəsi təxminini edirəm. Bəli, əlbəttə ki, konfrans oyunlarımız da var. Real Vallecano Strasbourg komandasından. Strasbourgda son liqa oyununda comeback elədi Bavariya kimi. O da konfrans liqasını qazanmaq istəyir. Çünki Strasbourg çoxdandır heç nə qazanmır və Rayo Vallecano da İspaniyada artıq oyunların başını buraxıb sırf konfrans liqasına kökləndiyinə görə, hər iki komanda iddialı göründüyünə görə məncə bu oyunda hər iki komanda tərəfindən qollu keçəcək. Hətta 2.5 üst təxmin eləmək istəyirəm ki, birdən qırmızı olar, birdən falan olar. Çünki bu oyunda qırmızı kart təxminini də gözləyirəm. Ona görə 2.5 üst təxminini bu oyuna edirəm. Və sonuncu oyunumuz Şaxtyor, Arda Turanın Şaxtyoru və Crystal Palace komandasıdır. Crystal Palace da son turda Liverpool uduzlaraq yenə də oyundan gördük ki, çox iddialı oyundur və çox güclü hücuma malik komandadır. Atakları var, düzdür, realizasiyada biraz problemlər var, amma ki, inanıram ki, Şaxtyor da Liverpool deyil. Şaxtyor çox qəşəng gəlib bura qədər, amma Crystal Palace çox güclüdür də, yəni bunu açıq-aşkar hamı bilir. Amma Şaxtyor da sürpriz komanda olduğuna görə bu oyuna sırf hər iki komandanın qolu təxmin edirəm və Arda Turana uğurlar arzu eləmək istəyirəm. Çünki çox istəyirəm Şaxtyor keçsin və Arda Turanın final oynamaq şansı olsun. Dostlar, bu həftəlik bu qədər. Bütün oyunlarımıza təxminlərimizi elədik və əlbəttə ki, bu sadəcə mənim təxminlərimdir. Bəli, səbir də gəldi. Ona görə də sizə də uğurlar arzu edirəm. Əgər siz mərc edirsinizsə, bunu www Topazda edin. Çünki hər şeyin legalı gözəldir, üstəgəl bonuslar. Öpürəm, gələn görüşlərə qədər.